Necəsən Kamal? Eşidən kimi gəldim. Necədir Nərmin? Belə də ağır qəza keçirib. Həkim deyir, üzü pis günündədir. Təcil əməliyyat olmalıdır. Allah özü kömək olsun. Amin. Amin. Gələcək siz İskəndər. Gələcək. O gecə uzun olacaq. Sən hazırlıqlı ol hər şeyə. Mən adamların hamısını yerləşdirmişəm hər yana. Mən 15 ili boş-boşuna içəridə ona görə yatdım. Qisasını alacağım mən ondan. Elə bil nəsə qanun qaradır. Camalı tapa bilmirəm. Zənglərimə cavab vermir. İşlər tökülüb qalıb, bu da yoxa çıxır. Bəlkə ailəsində problemi var. Ona görə zənglərə cavab vermir. O da ola bilər. Düz deyirsən, amma bir zəngə cavab ver də. Camal əvvəl belə deyildi. Xanım, əməliyyat niyə bu qədər uzun çəkdi? Əməliyyat bitdi. İndi həkim özü çıxıb sizə məlumat verəcək. Çox şükür. Buradan canlı çıxmayacaqsınız. Heç olmasa bir dəfə kişi ol. Bura oğlum deyirəm. Mənim fikrim var idi. Səni də, oğlunu da burada öldürün. Amma Bu bizi dolu ver. Mən sənin yanından gedəndən sonra mən gördüm. Sən Kamala zəng elədin, xəbər verdin. Eşitdiniz? Səhərə ki sırfı deyil. Bunu elə günə qoyun ki, bu Kamalın yerini deyənə kimi deyil. necə yəni bizə görə gəlməyiblər? Orada yerin altında işlərlər arasında dava çıxır. Onlara görə gəlir. Bizə ağıl verən o Nihat gəlmədi hələ. Məncə satmaz o dostunu. Sən bir şey yadında saxla ki, bu qorxudur, ölümdür, bunlar hamısı çox pis bir şeydir. Mən çətin ağlım kəsir bu bir işgəncəyə dözə, bizə də Kamalın yerini deməyə. Nə deyirəm ki, tək sən deyən olsun. Onsuz da həmişə mən deyən olurdu da, narahat olma. Öyrənəsi Kamalın yerini. Telefon sönüb. Ona görə zəng çatmır. Nəsə sən bu telefon zəng söhbətin başını bıraq. De görüm nə olub? Cəmalın yoldaşı maşın qəzasına düşüb. Xəstəxanadadır. Cəmal da onun yanındadır. Ona görə telefonlara cavab vermir. Nə? Nə danışırsan sən? Kimdən eşitdin xəstəxanada? Bizim uşaqlar dünən dedi. Nəsrəddin Tusi xəstəxanasında. Yaxşı, mən getdim xəstəxanaya. İndi sən deməyəsən Kamalın yerini. Nə vaxt Kamalın yerini deyəsən, sağ kişi kimi söz verirəm. Sağ salamat buradan da durub çıxıb gedərsən. Eşitsən məni? Kamalın yerini deyənə kimi buradasan. Acizsiz səni saxlayacağım. Buraxmayacağım heç ara gedəsən. Eşitsən məni? Nə olub Nihat? Xəbərim var Tahirdən. Soruşur nə olub? Tahiri qaçırdıblar. Nə? Tahiri deyirəm, qaçırdıblar Tahiri. Kim qaçırdı? Sənin o boşda olduğun adam var, o qaçırdıb Tahiri. Kim? Kim qaçırdı? Birdir, ikidir, o qədər adama borcum var. Kimi deyirsən? O Kanandı kimdir, o qaçırdıb Tahiri. Bir bu əsi idi.
Neyniyəcək indi? Neyniyəcək Kemal indi, ha? Nə fikirləşsən? Kənanın elə də çox yeri yoxdur. Tahirə aparsın, hardasa gizlətsin. Onun 2 dənə yerini bilirəm. Oraya gedib baxmaq lazımdır. Çox güman o 2 yerindən birindədir Tahir. Səncə bu riskli deyil? Neyniyim? Tahir'i özümə görə qurban verim deyirsən? Nə deyirəm, bu Camal olmaq çətin bir şeymiş. Problem dalınca, problem dalınca. Düzdür, indiki problem Camala aidiyyəti yoxdur. Mənim problemimdir. Amma yenə də problemdir də. Hə Camal, hə Kamal, fərqi nədir? Təmiz başımı itirmişəm, inanırsan, təmiz. Sən belə elə, sən hazırlıqları gör, gedək baxaq Kənan yerinə. Çox güman məkanların birində olacaq o. Amma birinci o yaxın olan məkanlarından başlayaq. Yaxşı, bu dəqiqə həll eləyirəm. Gördün? Dostunu satmadı. Bu dəfə düz dedin sən. Bunu bıraxaq geçsin. Bura başımıza iş almıyor. Onun sonra dostunu satmayacaq.
çox açıq yerdə saxlamışıq. Onu kimsə görsə, polisə xəbər eləyər. Sonra başımız ağrıyacaq. Bax, bu dəfə də düz dedin. Sən Nurlan denən ki, qoyun yerini dəyişsin. Onu başqa məkanımıza aparsın. Yaxşı mı? Yaxşı, deyirəm. Oralar biraz gözdən qıraq yerdir. Bir də başın üstünə bir 2-3 nəfər adam qoysun. Yaxşı, biraz da diqqətli olsunlar. Yaxşı mı? Yaxşı, deyirəm. Hazırdır. Dedim. Hı? Dedin? Dedim. İskəndərin əlaqəsini bir dəfəlik bu dünyadan kəsirik. Eşitdin? Eşitdim. Planımız nedir? Nihat'ın ağlına uyduq, iş gördük. O işte baş tutmadı. Axırda başımızda partladı. Ama bu işi kökünden həll Maşınına bomba yerleştir. Maşına oturan kimi havaya tutsun. Yaxşı. Dediyimiz kimdə olacaq? Heç kimə işi tapşırma. Özün şəxsən məşğul ol. O yığdığın adamlar da heç bir şey yaramırlar. Qoy. Sabahın güneşini görməsin o. Eşitdin? Eşitdim. Ha, yaxşı. Sən gələcəm o. Canan, Nurlanla danışdım. Tahir'in yerini dəyişiblər. Bizim ofisi məkana aparıb qoyublar. Lap yaxşı. Yanına adam qoy soruşdum. Ha, onu da soruşdum. 3 nəfər adam qoyub Tahir'in yanına. Denən biraz göz açıq olsunlar. Yaxşı mı? Dedim. Canan, Nurlan deyir ki, bir balaca işim var. Gedib onu həll eləyib gələcəm. Amma deyir, narahat olmayın. Tahir'in yanına 3 nəfər adam qoymuşam. O gənə qızla görüşə gedib. Deyirəm bu uşaq ağallamadı da. Bunun axırda ölüm o qızların əlində olacaqdı. Yaxşısan? Yaxşıyam, yaxşıyam. Bundan üçüncü səfərdir ki, qaytarıram. Nə olub? Niyə gülümsəyirsən? Ay qız, bircə demək ki, mən düşündüyümdür. Nə düşünürsən ki? Deyirəm bəlkə hamiləsin? Yox, yox. Son zamanlar yeməyimə fikir vermirəm. Yəqin ki, ondandır.
O da ola bilər. Ondan da, ondan da. Ağlıma başqa şey gətirmə. 100% bu hamilədir. Məndən gizlədir. Alo, salam Natiq, necəsən? Salam, yaxşıyam, sağ ol. Natiq, bacım gildəyəm, bağışda ki, sənə xəbər eləməmiş gəlmişəm. Uşağı necədir? Yaxşıdır? Yaxşıdır, yaxşıdır, narahat olma. Deyir ki, bir səhv də eləmişəm ana, bağışlayın məni. Çox da uşağın üstünə getmə. Uşağı götür gəlir, evdə danışarıq. Yaxşı, yaxşı Natiq. Yaxşı. Tahir, sən Allah bağışla məni. Mənə görə sənə də başqa iş gəldi. Narahat olma. Biz qardaşıq. Kişinin başına iş gələr. Sən yəni haqqı halal elə. Həyatdır da bilmək olmur. Ölüm var, qalım var. Ona sözdür. Halal olsun qardaşım. Nihat, sən Tahir apar evə, bəz evdə dincəlsin. Ara biraz sakitləşəndən sonra işə çıxarsan, yaxşı? Çətin bir də o mənim iş yerimə gələr. Biz ehtiyatı əlimizdən buraxmayaq. Siz mənə qulaq asın, mən bilirəm də nə deyirəm, yaxşı? Yaxşı. Yaxşı. Gedin. Yaxşı. Salam xanım. Salam, buyurun. Nərmin Məmmədzadə var burada, xəstə. Maşın qəzası keçirib. Onun yanına gəlmişim. Daha doğrusu onun yoldaşının yanına. Bir dəqiqə gözləyin, baxıb deyirəm sizə. Aysel, xəstənin yoldaşı hardadır? Bəyər buradaydı, yəqin çölə çıxıb. Gələndə deyərsiniz, otaqdayım, gəlsin yanıma. Yaxşı, həkim. Həkim, bu qardaş da xəstənin yaxınıdır. Xəstə ilə maraqlanır.
Salam Cavid. Hardasan sən? Dedim 1-2 saatlıq gedirəm. 24 saatdır yoxsan sən. Telefonuma da zəng çatmır. Başa düşmədim. Bu nə hərəkət edirsən? Sən Allah bağışlayır, anamın vəziyyəti pis idi, yaxşı değildi. Onun yanında qalmışdım. Mən bağışladım, getdi. Sən dua et ki, Zöhrə bağa sən bağışlasın. Əsəbindən ürək partlayırdı. Bilirsən nələr oldu? Xəbərin yox deyil sənin. Hə, o da insandı da. Yaqın başa düşər məni. Kefə getməmişdim ki, xəstə yanına getmişdim. Allah anava şəfa versin. Çox sağ ol, Allah razı olsun. Deyək şey etsin. Gedək. Gedək. Bunların gününə güzarana bax, ha. Siz nə fərasətsiz adamsınız, hə? Bir dənə adam tapşırdıq, sizə. Bir dənə adam əlinizdə saxlayamadınız, hə? Çoxsana, görmüsənə, hara baxsan? Nə əfəl adamsən, hə sən? Demədim mən biraz ehtiyatlı olun, diqqət, gözünüz açıq olsun, diqqətli olun. Kənan, sakitləş biraz. Mən sakitləş deməm. Bir dəqiqə hirsimi səndən çıxacam, ha. Məni sakitləşdir hələ. Vidinə fasoluna bax bunların. Cəhənnəm ol nə gözüm qavanla. Gözüm sizi görməsin. Hər şey hələ ki, sizin istədiyiniz kimi gedir. Evin içindəyəm artıq. Sizdən xəbər gözləyirəm mən. Zöhrabın əlinə sağ çıxdı. Sağ-salamat oğlunu gətirdi evə. Gətirdiyi kimi də oğlunu, qızını, nəvələrini yolladı xaricə. Düz deyirsiniz. Mən gedim, orada olmadığımı görüb, məndən şübhələnməsinlər. Görəsən Cavanşir Cəmalı tapa bildi. Qoy bir zəng gireyim görüm Cavanşir hardadır. Cəmalı gedib tapa bildi. Ona yenə də zəng çatmır, ha? Amma hədə bayaq telefonu sönlü idi. Camala da yıxsam zəngə cavab verməyəcək. Ən yaxşısı oturub gözləyək. Görək nə olur.
sən mənə kim olduğumu deməmiş, mən heç yerə getməyəcəm. Sən məni öldürsən, bilirsən ki, rahat yaşaya biləcəksən sən. Sən öləcəksən. Sən öləcəksən ki, mən yaşayayım. Bu vaxta kimi sən mənim həyatımı oğurladın, yaşadın. Bundan sonra mən sənin həyatını yaşayacağım. Necəsən Kamal? Yaşadığın həyatdan razısan? Təəssüflər olsun ki, xəstəni itirdik. Başınız sağ olsun. Mən bu bəd xəbəri Camala necə deyəcəm? Allah səbir versin. Heç yaxşı olmadı. Axır ki tapdım səni ay Camal. Bir telefonlara baxdı, Allah saxlasın səni, hara yoxu çıxmışsın? Biraz ailəvi problemlərim var idi, başım ona qarışıq idi. Telefon da atmışdım bir kənara. Nə olub, nəsə olub? Mən də sənə görə çox narahat idim. Sonra Nazimi gördüm, hər şeyi danışdı mənə. Getdim xəstəxanaya. Amma... Nə amma? Səni orada görmədim. Həkimlə danışdım. Hə, nə dedi həkim? Axırıncı dəfə tibb bacısıyla danışdım. Əməliyyatdan çıxmışdı Nərmin. Həkimi görüb danışa bilmədim. Uşaqlar qalmışdı xalası gildə. Getdim onu götürdüm, apardım evə. Elə mən də indi gedirdim xəstəxanaya. Getmə Camal. Başa düşmədim, niyə? Dedim axı. Həkimlə danışdım. Nə dedi həkim? Kaş qulaqlarım kar olaydı. Həkimin dediklərini eşitməyəydim.
Sus. Həkim dedi ki, Sus. Düşündüyüm şeyi mənə demə. Sus. başımız sağ olsun, sağ olsun, sağ olsun.